Salam, mən Nərmin müəllimə. Sizinlə qan damar sistemi haqqında danışacağam. Bu həm RFM-ə gedən təbiət uşaqları üçün, həm biologiya, həm də abituriyentlər üçün vacib bir nüans olacaq. Demək, qan damar sistemi, insan qan damar sistemindən danışanda indi həm belə deyək, şəkil üzərində danışacağım, həm də cızma-qara üzərində danışacağım, belə orada desək. Deməli, qan damar sistemi insanda deyirik ki, iki qan dövranı var. Böyük qan dövranı və kiçik qan dövranı. Kiçik qan dövranında qan əhatə edir yalnızca ağciyərləri. Yalnızca ağciyərlər, tənəffüs orqanlarına gedir, qaz mübadiləsi baş verir və geri qayıdır. Təbii ki, qaz mübadiləsi ilə bərabər burada həm də maddələr mübadiləsi baş verəcək. Yəni mütləq şəkildədir ki, bizim ağciyərlərimizin də qida maddələrinə ehtiyacı var. Daha sonra hormonlar, minerallar və sairə kimi, eyni zamanda ifrazat məhsulları hüceyrə səviyyəsində baş verən ifrazat prosesində əmələ gələn ifrazat məhsulları toxuma mayesinə, oradan da yenə də qan kapillyarlarına keçid etmiş olur. Amma indi biz qan dövranından danışırıqsa, burada biraz belə daha dəqiq oksigen və karbon qaz mübadiləsindən danışırıq. Amma təbii ki, digər nüansların da hamısını vurğulayacağım imkan daxilində. İndi başlayaq, əvvəlcə ürəyimizdən danışmağa başlayaq. Ürəyimiz 4 kameralıdır və biz ürəyə baxanda düşünək ki, belə deyək, güzgüdə üz-üzə dayanmısınız bir şəxslə və yaxud da özünüzə baxırsınız güzgüdə və yaxud da üz-üzə dayanmısınız bir şəxsə, həmin şəxsə baxırsınız. Yəni bizim şəkildə gördüyümüz sağ hissə qarşıdakı insanın sol hissəsidir. Belə. Yəni bax misal üçün bu hissəsi görürük. Bura bizim sağımızdır. Amma öyrəndiyimiz ürəyin sol hissəsidir. Bu hissə isə sağ hissəsidir. Və bilirik təbii ki, ürəyimiz 4 kameralıdır. İndi biraz abituriyent səviyyəli desək, bu aşağı siniflərə lazım deyil. Abituriyentlər üçün deyəcəyik ki, ürəc aramorfozdur proterozoy üçün, 2 və 3 kameralı ürək proterozoy üçün aramorfozdur. Onurğalılar üçün 2 kameralı ürək, deməli, silur üçün aramorfozdur. Onurğalılar üçün 3 kameralı ürək devon üçün aramorfozdur. Onurğalılar üçün 4 kameralı ürək trias üçün aramorfozdur, məhz ilk məməlilərdə. Bu da belə. İndi 4 kameralı ürəyimiz var. Bu 4 kameralı ürəkdə yuxarıda yerləşir qulaqcıq, aşağıda mədəciklər, yəni sol qulaqcıq, sol mədəcik, sağ qulaqcıq, sağ mədəcik və ürəyimizdə eləcə də qapaqlar var. Burada qulaqcıqlarla mədəcik arasında taylı qapaqlar, bax burada ağ rəngdə görsənir, bunlar taylı qapaqlardır. Taylı qapaqların funksiyası, deməli, taylı qapaqlar qulaqcıqla mədəcik arasında yerləşir və funksiyası nədir? Mədəciyin əzəlləri yığılıb qanı arteriya damarlarına qovan zaman qanın bax buradan geriyə qulaqcığa qayıtmasının qarşısını almaq üçündür. Taylı qapaqların funksiyası. Bir də var aypara qapaqlar. Aypara qapaqlar da ürəyin mədəcikləri ilə arteriya damarları arasında yerləşir aypara qapaqlar. Aypara qapaqların funksiyası isə ürəyin tam diastolası zamanı qanın damarlardan mədəciyə geri qayıtmasının qarşısını almaq üçündür. İndi siz bunların hamısını qeyd olaraq yaza bilərsiniz. Taylı qapaq harda yerləşir? Qulaqcıq və mədəcik arasında, həm sağda, həm solda. Aypar qapaqlar harda yerləşir? Mədəcik ilə damarlar arasında. Eləcə də aypar qapaqlar yerləşir vena damarlarında, limfa damarlarında. Təsadüf edirik aypar qapaqlara. Daha sonra qapaqlar nə zaman açıq, nə zaman bağlı olur? Deməli, ürəyimizin sakit halda sikli 0,8 saniyədir. Bu 0,8 saniyənin 0,1 saniyəsi qulaqcıqların sistolası, yəni yığılmasıdır. Yəni bu 0,1 saniyə ərzində qan qulaqcıqlardan mədəciyə doğru istiqamətlənir və bu zaman taylı qapaqlar açıq olur. Deməli 0,8 saniyəli ürək siklinin 0,1 saniyəsində taylı qapaqlar açıq olur. Daha sonra 0,3 saniyə ərzində mədəciklərin sistolası baş verir. Mədəciklərin sistolası zamanı artıq bayaq dedik, taylı qapaqlar bağlı olur ki, qan yenidən qulaqcığa qayıtmasın. Amma bax burada aypar qapaqlar açıq olur ki, qan aypar qapaqlara, arteriya damarlarına getsin. Yəni 0,3 saniyə ərzində taylı qapaqlar bağlı, aypar qapaqlar açıq olur. Yəni mədəciklərin sistolası. Ümumi diastolada isə bütün qapaqlar bağlı olur. Həm taylı qapaqlar, həm aypar qapaqlar. Ümumi götürəndə cəmi 0,1 saniyə taylı qapaq açıq olur. Cəmi 0,3 saniyə aypar qapaq açıq olur. Qalan 0,8 saniyəyə də qalan müddəti qapaqlar bağlı olur.
Bu da belə. Sonra nədən danışaq, nədən danışaq? Ürəyə birləşən damarlardan danışaq. Ürəyimizin, deməli, damarları bölsək əvvəlcə deyirik ki, arteriya, vena və kapilyar damarlar. Damarları biz heç bir halda tərkibindəki qana görə adlandırmırıq, yoldaşlar. Bunu bir məna yadda saxlayaq ki, damarının biz adını deyirik, yəni arteriya və vena damarların adını deyirik. Ürəyə daxil olmasına görə, yəni qanı ürəyə gətirməsinə görə və yaxud da qanı ürəkdən aparmasına görə. Əgər damar qanı ürəyə gətirirsə, buna deyirik vena damarı. Əgər damar qanı ürəkdən aparırsa, buna deyirik arteriya damarı. Və arteriya damarları başlanğıc götürür mədəciklərdən bir mənalı olaraq, vena damarları tamamlanır qulaqcıqlarda bir mənalı olaraq. İndi ürəkdən, mədəcikdən, istər sağ, istər sol mədəcikdən hərəsindən bir dənə arteriya damarı başlanğıc götürür. Bayaq biz qan dövranından danışdıq, dedik iki qan dövranımız var, kiçik və böyük qan dövranı. Kiçik qan dövranı, bax düşünək, yəni bunu sadəcə əzbəri yox, həm də məntiqi olaraq özümüz düşünək, başa düşək ki, sonra testlərin öhdəsindən gələ bilər. Yəni bir var, verilən məlumat sadəcə əzbərlədim, o əzbərdən kənara bir sual düşdüsə, qalıram baxa-baxa, başa düşə bilmirəm. Amma əgər başa düşərək öyrəndimsə, bu halda artıq istənilən sualı mən öhdəsindən rahatlıqla gələ biləcəm. Ona görə çalışaq ki, başa düşək. Deməli, nə deyirik? Kiçik qan dövranında deyirik, qan ürəyi əhatə edir, qan yalnızca əhatə edir ağciyərləri. İndi ağciyərə niyə görə gedəcək qan? Təmizlənmək üçün. Nədən təmizlənmək üçün? Karbon qazından. Demək ki, kiçik qan dövranında, bax burada ürəyin sağ hissəsindən, bayaq demişdik, sağ hissədə venoz qandır. Bunu da yazın. Əgər bilmirsiniz, ürəyin sağ hissəsində venoz qandır. Sağ hissədən başlanğıc götürən arteriya damarı, yəni bu ağciyərə gedəcək deyə deyirik, ağciyər arteriyası. Bu ağciyər arteriyasının adı arteriyadır, amma içərisində venoz qandır. Bax, görün, şəkildə də göy rənglə bizə göstərir. Niyə? Tərkibindəki qanın miqdarına görə. Deməli, ağciyərə gedirsə, bu ağciyərə gedirsə əgər qan niyə görə gedir? Karbon qazından təmizlənmək üçün. Demək ki, tərkibində venoz qanı imiş ki, gedir ağciyərə. Sonra ağciyərdə qaz mübadiləsi baş verir və qaz mübadiləsi harda baş verəcək deyə soruşsalar, bir mənalı olaraq qaz mübadiləsi, maddələr mübadiləsi, yəni və yaxud da belə deyə bilərik, qanın kimyəvi göstəriciləri yalnızca dəyişəcək kapilyarlarda və s. Yəni heç bir arteriya və ya venada qanın kimyəvi tərkibi dəyişə bilməz. Hə, fiziki göstəricilər dəyişə bilər, sürət, təzyiq və s. azala, arta, dəyişə bilər. Amma kimyəvi göstəricilər, maddələr, nə bilim, yəni karbon qazı, hormonlar, qida maddəsi, ifraz etmə məhsulu və s. heç bir halda arteriya və ya vena damarlarında miqdarı dəyişməyəcək. Yəni burada da ağciyərimizə gedir, ağciyər arteriyası ilə venoz qan və insan orqanizmi ilə danışırıqsa, bəli, tərkibində karbon qazının miqdarı yüksəkdir. Amma 100% karbon qazı deyil, tərkibində oksigen qazı da var. Yəni oksigen qazı 0 səviyyəsində deyil. Testlərdə, qrafiklərdə bizdən bu cür soruşulur. İndi birazdan qrafik üzərində sizə izah eləyəcəm. Gedir ağciyər. Ağciyərdə qaz mübadiləsi baş verdikdən sonra indi də burada baxa bilərik. Bax, ürəyimizdən çıxdı ağciyər kötüyü, sonra 2 dənə sağ və sol ağciyər arteriyalarına ayrıldı və bu arteriyalar kapilyar şəbəkə əmələ gətirir. Bəli, məhz kapilyar şəbəkədə qaz mübadiləsi baş verir, venoz qan çevrilir arteriyal qana. Daha sonra bu arterial qanla zəngin olan kapilyar damarlar yığılır biraz daha iri damarlara və artıq əmələ gətirir venalar və qanı ürəyə gətirir. İndi ağciyərdən gəlir təmiz qan ürəyə. Bax, 2 dənə sol tərəfdən, sol ağciyərdən, yəni 2 dənə sağ ağciyərdən, yəni hər ağciyərdən 2 dənə, cəmi 4 dənə içərisində arterial qan daşıyan vena damarı gəlir ürəyə. Ürəyin hansı hissəsinə? Bax, burada biraz daha qəşəng görsənir. Sol qulaqcığa. Bax, içisi buradan gəlir, içisi də buradan gəlir. Sol qulaqcığa gəlir, deməli 4 dənə damar birləşir, 4 dənə vena damarı, içərisində arterial qan. Deməli, biz danışırıq kiçik qan dövranını. Bir dənə tamamlayaq. Kiçik qan dövranı yalnızca ağciyərə əhatə edir. Kiçik qan dövranı
Ürək boşluğu ilə bilavasitə 3 damarla əlaqəlidir. Bir ağciyər kötüyü və yaxud da ağciyər arteriyası deyə bilərik. Yəni bir arteriya damarı və 4 vena damarı. Və bu damarlardan birin içərisində venoz qandır, dördün içərisində arterial qandır. Bax, bunların hamısını yazıb, yəni indi sayı təbii ki, rəqəmcə bunu əzbərləməliyik, amma başa da düşməliyik ki, hə, bu ağciyərdən gəlirsə, deməli bunun içərisində arterial qan olmalıdır. Amma damar ürəyə gəlirsə, biz buna deyirik vena damarı. Bu da belə. Və gəldi töküldü ürəyin sol qulaqcığından, sol qulaqcığın yığılması, yəni sistolası zamanı, yəni sağlam yetkin insanda sakit vəziyyətdə 0,1 saniyə ərzində qulaqcığı yığılır və qanı qovur mədəciyə. Və bu mədəcikdə yığılır 0,3 saniyə ərzində, yəni sistola edir və qanı qovur aorta damarına. Orqanizmamızın ən böyük, ən qalın, yəni divarları ən qalın, diametri eyni zamanda ən qalın, sürəti ən çox olan, təzyiq ən yüksək olan damarımız aorta damarına qan qovulur. Və quşlarla məməlilərin qan damar sistemindəki yeganə fərqlilik ürəyimizdən çıxan aorta damarının, yəni sol mədəcikdən çıxan aorta damarının elə sol tərəfə əyilməsi, yəni sol aorta qövsəmərə gətirməsidir. Sol tərəfə əyilir deyə deyirik ki, sol aorta qövsəmərə gətirir. Bu yalnızca insanda yox, bütün məməlilərdədir. Sol aorta qövsəmərə gəlir və sol aorta qövsəmərə gələndə baxın görürükmü? 3 dənə damar ayrılır. Bu damarlardan biri gedir sağ qola, biri gedir sol qola, yəni sağ qola gedən deyirik sağ körpücüyaltı, körpücük sümüyünün adı ilə bağlıdır. Sol qola gedən deyirik sol körpücüyaltı arteriya, biri də gedir başa, yuxu arteriyası. Bax, oldu mu? Deməli, aortadan burada sola əyilirəm deyəndə 3 dənə şaxə verdi özündə. Ondan sonra bu aorta damarı ürəyin arxası ilə aşağı doğru irəliləyir. Və bu aşağı doğru irəlilədikcə bütün orqanlara bir dənə ağciyərdən başqa indi orta məktəb materialını bizə verildiyi görə bir dənə ağciyərdən başqa bütün orqanlara şaxələr verir. Elə orqanın adı ilə bağlı. Döş sümüyü arteriyası, misal üçün deyirəm, 7-ci qabırğa arteriyası, 11-ci döş fəqərəsi arteriyası, qida borusu, nə bilim, nəfəs borusu, mədə, qaraciyər, bütün orqanların adı ilə arteriya damarları ayırır. İndi burada qaraciyərlə mədə dedim, mədə altı dedim, bilmirəm. Bu qaraciyərlə mədə və mədə altı qarın boşluğundadır. İndi burada bizim diafraqmamız var, hardakı bu qabırğaların bitən yerində var. Bu damarlar qabırğalara gedən qan damarlarıdır. Arteriya damarı hamısına gedir və içərisində arterial qan və burada da diafraqmamız. Ondan sonra bu aorta damarı deməli diafraqmanı deşir və keçir qarın boşluğuna. Buna biz artıq deyirik qarın aortası. Qarın aortası yenə buradan da özünə şaxələr yəni görürük. Burada nə bilim mədə arteriyası, mədə altı vəz arteriyası, qaraciyər arteriyası, böyrək arteriyaları, yəni də bütün orqanlara, bir mənalı olaraq bütün orqanlara və orqanın adı ilə arteriya damarlar gedir. İçərisində arterial qan. Təxmini göbək səviyyəsində sağ və sol şaxələrə ayrılır. Yəni sağ və sol bud arteriyaları. Bu bud arteriyalardan indi burada yarımçıq test səviyyəsində kəsir. Düz barmağımızın ucuna qədər gedir və sonra da geri olaraq qayıdır yuxarı. Barmağımızın ucundan təzədən venoz sistem olaraq geri qayıdır. Venoz sistem olaraq geri qayıdır və yenə görsünüz ki, gəlir göbək səviyyəsində birləşir sağ və sol bud venaları və yenə də bayaq necə bütün orqanlara şaxələr ayrılmışdı, bütün orqanlardan venoz qanı vena damarı ilə qəbul edir və əmələ gətirir aşağı boş venanı. İndi burada birazdan mən qaraciyərdən danışacağım sizə. Danışım mı, danışmayım, danışaram. Amma birazdan danışacağım. Burada deməli aşağı boş vena və burada bu aşağı boş vena, bax burada indi arxa fonda deyə tam görmürük. Bu vena gəldi, burada ürəyə töküldü vəssalam. Bu oldu aşağı boş vena və necə ki bayaq demişdik, sağ qola, sol qola və başa getmişdi arterial qan. Onlar da birləşir yuxarıda sağ, sol qol və baş və boyun hissədən gələn deməli vena damarları içərisində venoz qan birləşir yuxarı boş venada altında və gəlir tökülür ürəyin sağ qulaqcığına.
İndi belə deyirik. Böyük qan dövranı harda başladı? Sol mədəcikdə. Harda tamamlandı? Sağ qulaqcıqda. Böyük qan dövranında ürək boşluğu bilavasitə neçə iri damarla əlaqəlidir? 3 damarla. Bir aorta damarı, 2 vena damarı, yuxarı və aşağı boş vena. Bir damarda arterial qandır, 2 damarda venoz qandır. Böyük qan dövranında ürək boşluğuyla bilavasitə əlaqə olan damarlarda. Bu da belə. Və yoldaşlar, bir mənalı yadda saxlayırıq ki, bütün orqanlarımıza gedir arterial qan. Yəni, bir dənə ağciyər çıxmaq şərti ilə otomatikdə, yəni materialını bizə verilən məlumata görə, bir dənə ağciyərdən başqa bütün orqanlarımıza arterial qan gedir. İndi bəzən qarşımıza testlər çıxır. Misal üçün deyir ki, Demin özündə misal üçün sual var. Nə abituriyent səviyyəli və yaxud da RFM-də falan test toxularında və s. var. Yəni misal üçün deyir ki, qaraciyərdən çıxan venoz qan ya da venoz demir də sadəcə deyir. Qaraciyərdən çıxan qan məsələn böyrəyə gələnə qədər. İndi bax düşünək. Biz dedik ki, ağciyərdən başqa bütün orqanlara qan gedir böyük qan dövranında. Qaraciyərdə bütün orqanlar kimi qarın aortasından arterial qanı qəbul edir. İndi burada qaz mübadiləsi və s. baş verdisə, demək buradan çıxacaq venoz qan. Venoz qan. Niyə bu necə olmadı? Yəqin qələmimi səhv seçdim. Bənövşə bizi çaşdırmasın. Venoz qan. İndi düşünək, öz-özümüzə bir düşünək. Qaraciyərdən çıxan venoz qan böyrəyin nəyinə lazımdır? Axı bizim böyrəyimizə də arterial qan lazımdır. Ona görə bu qaraciyərdən çıxan venoz qan, təbii ki, bayaq danışdıq, aşağı boş vena ilə gələcək ürəyə. Ürəyə gəldisə venoz qan sağ qulaqcığa, buradan gedəcək birinci ağciyərə, təmizlənəcək, qayıdıb gələcək ürəyin sol qulaqcığına, sonra da sol mədəciyə, sol mədəcikdən də aorta vasitəsilə gələcək, buradan böyrək arteriyası vasitəsilə gələcək artıq böyrəyinə. Belə. Yəni bir mənalı düşünün, indidən qaraciyərdən birazdan danışacağam, bağırsaq qaraciyər əlaqəsindən. Yerdə qalan, yəni ümumiyyətlə deyirik ki, hər hansı bir orqanımızdan çıxan venoz qan, belə deyək də artıq o istifadə olunmuş qan, işlənmiş qan kimin nəyinə lazımdır? Heç kimin. Yəni tərkibində oksigen qazı yoxdursa başqa bir orqan nəyinə lazımdır? Yəni mənim mədə altı vəzimdən çıxan venoz qan bağırsağın nəyinə lazımdır? Axı bağırsağa da oksigen qazı lazımdır. Aydındırmı? Yəni hamısı venoz sistemə toplanır, gedir sağ qulaqcığa. Sonra gedib ağciyərə təmizlənməlidir. Ondan sonra başqa bir orqana gələ bilər. İndi bir dənə burada qaraciyər məsələsini həll eləyək. Biz deyirik ki, bütün orqanlarımız kimi, bunu da fərqli rəngdə göstərim, o cümlədən bizim bağırsaqlarımızın da oksigen qazına ehtiyacı var. Yəni, qarın o aortasından arterial qan yenə də bir şaxə ayrılır. Bağırsaq arteriyası adı altında gəlir bağırsağa. Və bağırsağın kənarında əmələ gətirir kapillyar şəbəkə. Və bu kapillyar şəbəkədə baş verir qaz mübadiləsi. Yəni, qanın tərkibindəki oksigen qazı keçir bağırsaq hüceyrələrimizə, bağırsaq hüceyrəsindəki venoz qan, ya toxuma mayasındakı venoz qan, karbon qazı üzrəyəm, karbon qazı gəlir qanın tərkibinə, kapillyarlardakı eritrositlə birləşir, yenə əmələ gəlir venoz qan. Bu da bağırsaq venası adı altında bağırsağı tərk edir. Amma burada fərqli bir nüans var. Buna diqqətli olmalıyıq. Bağırsaqlarımızda qaz mübadiləsi ilə bərabər həm də maddələr mübadiləsi baş verir. İndi bu cümləni bəlkə düzgün qurmadım, belə deməliyik. Onsuz da bütün orqanlarımızda qaz mübadiləsinə bərabər həm də maddələr mübadiləsi baş verir. Bəlkə bunu biraz daha düzgün belə deməliydim. Bağırsaqlarımızda qaz mübadiləsi ilə bərabər həm də sovrulma prosesi baş verir. Yəni bağırsaq xovlarından qida maddələri sovrulur bağırsaq kapillyarlarına ki, o da bağırsaq venası ilə artıq belə deyək, bağırsaqdan çıxır. İndi biz qidalanırıq, təbii ki, qəbul etdiyimiz qidanın tərkibində bir sıra orqanizmamız üçün zərərli maddələr var. Məsələn, paket qidalar, peçeni, nə bilim, sok və s. istifadə edirik. Məsələn, paşkada peçeni var, peçeninin üstünə baxırıq, yazır saxlama müddəti 2 il.
Bizim anamızın evdə bişirdiyi bir peçeni 2 il saxlanıla bilərmi? Mümkünatı yoxdur. Niyə? Çünki onun tərkibinə o 2 il müddətində onun xarab olmaması üçün maddələr vurulur. Bax, həmin o maddələr bizim orqanizmamız üçün, hüceyrələrimiz üçün zərərlidir. Və o maddələr mənim orqanizmama, hüceyrələrimə yayılmasın deyə belə bir möhtəşəm sistem qurulub ki, bağırsaqdan çıxan bağırsaq venası birinci gedir qaraciyərə. Və qaraciyərə getdiyinə görə deyirik qaraciyərin qapı venası. Bu qapı venası təbii ki, indi burada şaxələnir kapilyar şəbəkəyə və artıq burada qaz mübadiləsi baş vermir. Bax, bu da bizim üçün bir qeyd olsun. Yaza bilərik ki, böyük qan dövranında bütün orqanlarda, bütün kapilyarlarda qaz mübadiləsi baş verəcəkmi? Məsələn, burada biz deyirik ki, qaraciyərin qapı venası vasitəsilə qaraciyərə gələn qanda qaz mübadiləsi baş verməyəcək. Yalnızca maddə mübadiləsi baş verəcək. İndi abituriyent səviyyəli deyirəm bunu, yəqin ki, biologiya və yaxud da aşağı RFM hazırlaşanlara ehtiyac yoxdur bu nüansı bilməyə. Deyirik nə? Burada həm bu kapilyarda nə baş verəcək? Həm qlükozanın bir hissəsi keçəcək qaraciyər hüceyrələrinə və orada qlükogen formasında toplanacaq ehtiyat halında məhz insulin hormonunun təsiri nəticəsində, həm də qaraciyər gəlməyimizin əsas məqsəd nədir? Zərərli məhsullardan təmizlənmək. Bayaq hansı biz demişdik ki, paket qidaların tərkibində, nə bilim, konfet yeyir, hamısının tərkibində müxtəlif rəngləyici maddələr var, boyaq maddələr var. Bunlar hamısı bizim orqanizmimiz üçün zərərlidir. Bu da mənim toxumalarıma yayılmasın deyə qaraciyər təmizləyir. Qaraciyər onu təmizləyir və təzəldən öd axarı vasitəsilə axıdır onu bağırsağa və bağırsaq vasitəsilə biz onu xaric edirik, gedir. Amma burada belə bir nüans var ki, onsuz da mənim qaraciyərim bunu təmizləyir deyib zərərli maddələri normadan artıq təbii ki, qəbul etmək olmaz, daha çox qidalanmaq olmaz. Çünki qaraciyərimizin də bir, belə deyək də, o işləmə limiti var. Təmizləmə limiti var. Sonsuza qədər qaraciyər qanı zərərli maddələrdən təmizləyə bilməz. Yəni, ən son həddə qaraciyərin özünün hüceyrələrinin, toxumalarının məhv olması, yəni sirroz və s. yaranmasına səbəb olur. Buna görə də, yəni, sonra belə deyək də, əlimizi bayrağa almayaq ki, onsuz da qaraciyərimiz təmizləyir. Və qaraciyər də müəyyən həddə qədər təmizləyir və bu qaraciyərin özü üçün də təbii ki, zərərlidir və s. Hə, indi burada bu vena damarlarında yalnızca maddələr mübadiləsi baş verir. 1. Qan zərərli maddələrdən təmizlənir. 2. Qlükozanın bir hissəsi keçir qaraciyər hüceyrəni və insulin hormonunun təsiri nəticəsində və qlükogen formasında ehtiyat halında depolanır. Amma təbii ki, desək ki, indi bəs qaraciyər, bəs yazıq, buna oksigen lazım deyil, bayaq demişdik, lazımdır. Yenə də buradan qarın ortasından qaraciyər arteriyası adı altında arteriyal qan gəlir. Yenə bu da kapilyar şəbəkəyə parçalanır, ayrılır. Burada artıq həm də baş verir qaz mübadiləsi. Təbii ki, burada yalnız qaz mübadiləsi deyə bilmərik. Ola bilər ki, nədir bunun adı? Məsələn, hormonal mübadilə baş versin və yaxud da biz deyirik ki, A, D və K vitaminləri toplanır qaraciyərdə və o bağırsaqlardan birbaşa qana yox, yadımızdadır, yenə bu potensial olacaq. Bağırsaqlardan birbaşa limfa sisteminə sovrulur, sonra gedir körpücük altı venalarda qana qarışır və ondan sonra gəlir qaraciyərə. Yəni, bayaq o A, D, K vitaminlərin desək ki, qaraciyərdə toplanır, hə, bəli, düzdür, bunu bilirik. Amma bu hansı kapilyarlardan keçid edəcək? Yəni, qaraciyər qapı venasından gələn kapilyarlardan yox, qaraciyər arteriyasından, yəni qarın aortasından şaxə ayrılır ki, qaraciyər arteriyası. Bax, oradan gələn kapilyarlarda artıq maddə mübadiləsi baş verir, yəni və A, D, K vitaminlərinin qaraciyərə depolanması baş verir. Və ən sonda buradan bir, bax, bağırsaqdan gələn o bağırsaq venası və yaxud da qaraciyər qapı venası, bu, misal üçün, şaxəyə toplandı, bura gəldi. Bir də qarın aortasından oradan gələn qaraciyər arteriyasının şaxələri qaz mübadiləsi baş verdi. Yenə kapilyar şəbəkə, yəni artıq venos sistemə toplandı. Bu ikisi bir-biri ilə birləşir və qaraciyər venası altında qaraciyər tərk edir və gəlir tökülür aşağı boş venaya. Burada qaraciyərin mübadiləsi, yəni qaraciyərdə baş verən qan dövranı, daha dəqiq desək,
Bu da belə. Sonra bayaq biz dedik ki, heç bir halda arteriya və venalarda qanın heç bir kimyəvi göstəricisi dəyişməyəcək. Yəni misal üçün testlərdə var. Misal üçün belə deyək, arteriya, kapilyar, bu da vena. Bu kapilyardır. Arteriya, kapilyar, vena. Yəni misal üçün əgər bu tutalım deyirəm, ə, böyük qan dövranının məsələn aorta damarından başlanğıc götürdük, böyük qan dövranının bir damarıdır. Oksigen qazının miqdarını soruşursa, aortada, yəni arteriyada bu aortada böyük qan dövranından danışırıqsa, deməli oksigen qazının miqdarı yüksək olacaq. Amma sabit, heç bir halda dəyişə bilməz. Miqdar yalnızca harda dəyişəcək? Kapilyarlarda dəyişəcək yalnızca miqdarı və artıq vena damarının içərisində venoz qan olduğu üçün oksigen qazının miqdarı aşağıdır. Baxırsınız, sıfır səviyyəsi, yəni burada göstərə bilmərəm. Aşağıdır, amma sıfır səviyyəsində deyil. Tərsinə, misal üçün, kiçik qan dövranında karbon qazı ya da oksigen qazının, yəni miqdarını deyəndə, kiçik qan dövranında oksigen qazının miqdarını soruşsa, bizdən yenə də deməli deyəcəyik ki, ürəkdən çıxır, ürəyin sağ mədəciyindən çıxır ki, ağciyər kötüyü və yaxud ağciyər arteriyası. Bax, onun tərkibində oksigen qazının miqdarı azdır, amma sabitdir. Dəyişə bilməz. Yəni hardasa indi misal üçün gördünüz ki, deyir ki, arteriyada, yəni burada kimyəvi göstərsə, istənilən vitamin, mineral, hormon, hansısa bir maddə, hansısa bir qaz fərq eləmir. Arteriyada və yaxud da kapilyar venada miqdarın dəyişməsini göstərsə, bu variantın üstünlüklə xətt çəkirsiniz, ola bilməz. İstənilən halda sabit olmalıdır, sabit olmalıdır. Arteriyada və venada, yəni o mübadilə prosesi, kimyəvi göstəricinin dəyişməsi yalnızca baş verəcək kapilyar damarlarda. İndi burada kiçik qan dövranında da oksigen qazının miqdarı aşağı səviyyədədir. Göstərin, sıfır səviyyəsində demirik. Gedir ağciyərə, ağciyərlə kapilyarlarda qaz maddəsi baş verir. Qan oksigenlə miqdarı artır. Yəni oksigen qazı ağciyərdən gəlir, birləşir eritrositlərə və qanda kapilyar damarlardakı qanın tərkibində oksigen miqdarı artır və sonra venalara toplanır. Venada da yenə miqdarı sabitdir. Yüksəkdir, amma sabitdir, dəyişməyəcək. Bu da belə. Bir də çox uşağın qarışdırdığı bir nüans var. Eritrosit məsələsi. Eritrositin sayı harda dəyişə bilər? İndi bunu da nə deyirik? Eritrositlərin baxın yaranma və parçalanma yerinə bu digər formalı elementlər üçün də xarakterlikdir. Bax, eritrosit yaranır qırmızı sümüklüyündə. Düzdürmü? Qırmızı sümüklüyündə. Bax, sümük bizim bütün orqanlarımız kimi sümüklərimizin də oksigen qazına ehtiyacı var. Yəni bu sümüyə də qan gedir böyük qan dövranında. İndi burada qəşəng bir rəsm əsəri yaradaq. Ürəyin buradan sol mədəciyindən başlanğıc götürür. Aorta damarı, misal üçün, laf tutalım deyək ki, bazu sümüyünə gələcək. İndi buradan gəlir deməli, aorta burada əyləndə, buradan gəlir sol çölpücük altı arteriya vasitəsilə gəlir bazu sümüyünə. Və bazu sümüyündə hansı kapilyar şəbəkə əmələ gətirəcək qaz mübadiləsi, maddələrin mübadiləsi baş versin. Bax, orada eritrosit daxil olacaq kapilyara. Və burada təzədən venos sistemlər gəlib töküləcək ürəyin sağ qulaqcığına. Yəni bir mənalı düşünək ki, istənilən sümüyümüzə qan gedəcək böyük qan dövranında və arterial qan. Qaz mübadiləsi, maddələr mübadiləsi baş verəcək. Eləcə də bütün növ formal elementlər əmələ gəlib və keçəcək kapilyarlara. Daha sonra böyük qan dövranı vasitəsilə gəlib töküləcək ürəyin sağ qulaqcığına. Vəssalam. Yəni dildə də belə bir sual var və yaxud da yenə deyirəm, təbiətdə də düşə bilər, ilə təbiətin özündə də belə bir sual düşə bilər ki, bazı sümüyümüzdə əmələ gələn bir eritrosit ürəyin iç tərəfi hansı kamerasında olacaq? Sağ qulaqcığında. Və yaxud da hansı vena damarında olacaq? Yuxarı boş venada. Axı bazu sümüyündən danışırıq. Əgər burada bud sümüyü desəydi, deyəcəkdi aşağı boş vena. Amma bazu sümüyü deyir deyə deyirik yuxarı boş vena. Bax, bir də buna diqqət etməliyik. Boyun, baş və içi qollar. Bura yuxarı boş venadır. Yerdə qalan aşağı hissə aşağı boş venadır.
Bu da belə, başqa elə bilirəm danışacağım bir şey yox idi. Vəssalam. Hələ ki bu qədər. Yenə də qan dövranı ilə əlaqəli, sizin üçün qaranlıq qalan nəsə bir nüans varsa videonun altına yaza bilərsiniz, ya burada cavablayaram və yaxud da əgər qaranlıq qalan nüans daha çox olarsa, yeni bir video izah formasında da paylaşa bilərəm. Uğurlar yoldaşlar.